cavan oğlan can verirdi. Allahın rəhmət peyğəmbəri də gəlib dayanmışdı başının üstündə. Gördü oğlanın dili tutulub la ilahe illallah deyə bilmir. Dedi bunun nəsə çətinliyi var. Başının üstə bir qadın dayanmışdı. Dedi bunun anası kimdir? Dedi mən anası. Dedi sən deyəsən oğlundan narazısan. Dedi bəli ya Resulallah. 6 ildir mən onu danışdırmıram. O mənim ürəyimi sındırıb və mən onunla danışmıram. Onu bağışlamamışam. Peyğəmbər xahiş elədi. Dedi ki bağışla oğlu. Ana baxdı dedi Allah ondan razı olsun sənin razılığına görə. Yəni bağışladım. Onu bağışladım deyəndə oğlanın dili açıldı. Yavaş-yavaş dedi la ilahe illallah. Peyğəmbər baxdı dedi nə görürsən? Dedi qorxunc bir surət görürdüm başımın üstündə. O gəlirdi mənim üstümə. Mən bu dilim açılanda şəhadət kəlməsini dedim, gözəl bir surət mənə yaxınlaşdı və onu uzaqlaşdırdı mənim başımın üstünə. O halda o cavan öldü.